made with bits of real panther, so you know it's good. It's quite pungent. Oh yeah. Stings the nostrils. In a good way. Yeah. Brian, I'm gonna be honest with you, that smells like pure gasoline. 60% of the time, it works. Every time. That doesn't make sense. Hər kəsə salam. Videonun başlanğıcından da gördüyünüz kimi axır ki Macaristan vloqunu çəkə bildim. Mən bu travel'ı fevral ayında güya planlamışdım. Sonra gəldi martda alınmadı. Axır ki aprelin indi neçəsidir? 12-si. 12-si də mən 21-i qayıdacağam. 9 günlük bir travel var. Bu müddət ərzində Macaristanda olacağam. Daha sonra Viyanada olacağam. Daha sonra Slovakiyada olacağım. Əsas hədəf 3 ölkədir. Ondan sonra nə olar, nə olmaz random şəkildə başıma nə gələr bilmirəm. Onların hamısını bütün ölkələri çəkəcəm. Ona görə məni izləmədə qalın. Instagramda izləməyi unutmayın, zəhmət olmasa ekranda çıxacaq. Oradan da anlıq olaraq bütün videoları paylaşacağam. Daha belə maraqlı, daha içdən reelslər gələcək Avropadan və triklər də verəcəm sizin üçün ki, və həm YouTube videomda, həm Instagramdakı siz necə ucuza gəzə bilərsiniz, necə rahat gəzə bilərsiniz. Öz qısa təcrübəmdən bir-iki bir şey yox, indi olduğu hər şeyi danışmağa çalışacağam. Və bu travel mənə biraz stresli dönəmdə denk gəldi. Çünki bilirsiniz, bir dəfə mən Amerikaya getmişəm. Hətta birinci videomda New Yorkdandır. Keçib onu da izləyə bilərsiniz. Yenə Amerika vizasını almaqdan ötürü bu səfər Viyanaya gedirəm. Orada da həmçinin proses necə oldu? Viyanada mən inşallah ki alaram vizanı. Ondan sonra bütün prosesi sizə danışacağım bir video çəkəcəm. Bu coffee shopda ola bilər, nə bilim şəhərin ortasında ola bilər. İndi havaya bağlıdır da. Havaya da baxmışam. Havada təqribi 12-18 dərəcə arası olacaq. Bu da bir soyuqdur. Ona görə külək inşallah olmaz. Külək olmasa yaxşı çəkə biləcəm. Külək olsa nə bilim bir yer taparıq da çəkməyə. Biz də check-in elədik. İndi birazdan 2 saata falan bizim 2 saata uçuş başlamalıdır. Biraz tez gəlmişəm. Dedim biraz videoları çəkim. Ondan sonra biraz içərini də çəkməyə çalışacağam. Daha sonra da bizi Macaristan airportundan, ondan sonra Macaristanın paytaxtı Budapeştdə videolar sizi gözləyəcək. Bu mənim üçün bir 5 saat, 6 saat çəkəcək. Amma sizin üçün 10 saniyə. Hal-hazırda düşmüşük. İndi dostumu gözləyim. Mən də dedim qobunu videoyu çəkim. Səs bilmirəm, gəlir, artırmağa çalışacağım. Amma neysə. Ayda səsim gəlir, ümid edirəm. Neysə, düşdük axır ki hava limanından. Eysimiz adı daha ilə aktivləşdirdim. İndi mağazindən bir iki suza dalıb şəhərə düşəcəyik. Orada da videolarda çəkəcəm. Bəli, hal-hazırda çıxdıq Budapeştdən, daha doğrusu airportdan. Ümid edirəm, bayaq baxdım videoda səsim yaxşı gəlirdi, burada da inşallah yaxşı gəlir. İndi buradan avtobus bileti almalıyıq getmək üçün şəhərin mərkəzinə. Belə bir şeylərdir. İndi almağa çalışım, təzədən videoya başlayacağım. Uşaqlar sıraya baxmalar. Deməli, burada videonu kəsirəm. Burada gördüyünüz avtobus 100E-dir. Biz isə əslində 200E-yə minməliydik. Çünki o daha ucuzdur. 100E Pramoy şəhərin mərkəzinə aparır və 15 manat alır. 200E-də düşünün ki, sahil əvəzinə Həzəslov aparır. O da 2 manat alır. Sən də oradan metroya kiçik bir pul verib şəhərin mərkəzinə gəlirsən. Bu da sənə 10 dəqiqə çəkir. Yəni 200E-yə minməyi daha çox tövsiyə edirəm. 100E biraz turist tələsidir orada. Videoya davam edə bilərik. Biz buna minəcəyik. Bu belərdə sıra var. İndi oturub gözləmək lazımdır ki, cəmaət sırası qutarsın, sonra biz gedək. Bir dənə bilet aldım. Bir dənə biletə 6.6 dollar pul vermişəm. Biabırçılıq deyicidir. Hanım ablamız bizə indi kömək eləyəcək bu biletləri şey eləmək üçün. Okay, thank you. Burada köhnə təyyarələr var. Şəhərdəyik. Sizə bomba kimi buraların videosunu çəkəcəm. Düzdür, 6 dollar dəydi bu şəhərə gəlməyə, amma nə bilməyim, bahadır yenə də. Bilmirəm, siz nə fikirləşirsiniz bu haqda? Başqa Avropa şəhərlərində qalanlar var, indi deyəcək, mən 10-a 15-ə qalıram, nə bilim də bir abısı çıxacaq orada. Deməli, hal-hazırda gedirik, New York kafesi var ora.
yəni məşhur bir kafedir. Hər halda böyük ehtimal siz də tanıyırsınız, bilirsiniz, adını eşitmiş olarsınız. Ora gedəcəm, biraz orada da reelslar falan çəkəcəm. Nə bilim YouTube-a videolar çəkərəm. Ondan sonra başqa da əlavə gedəcəyimiz yerlər də çoxdur. Bu videonu keçmədən izləyin, bomba kimi yerlər görəsiniz. Özünüz üçün travel plan falan da eləyə bilərsiniz ki, buralara gedim, bunu eləyim, bunu eləyim. Uşaqlar, mən keçən Budapeştdə bir dəfə olmuşam deyə. Bura çox da belə keçənki vibe vermir də mənə ki, çox qəribədir, oyda falan eləmirəm. Dərdim ancaq video falan çəkməkdir. Amma Praqda olsam yenə hə o wow eləyərəm. Çünki çox qəşəngdir məncə Praq. Buradan qəşəngdir. Amma buranın da qəşəng yerləri var. Oralarda gedib çəkib göstərəcəm sizə. Hər nə desəm də yenə də buranın vibe'ı çox ləzzətlidir. Binalar aşırı qəribədir. Hamısı yan-yanadır. Elə bil yox. Həqiqətən səliqəli düzülüblər. Əmin deyirəm səsim gəlir, nəmin çox titrəmir. Bir də olan problemləri deyərsiniz. Gələn səfərdən onların hamısını düzəltməyə çalışacağam inşallah. Ne kadar adam var orada. Gözden indi göstereceğim. Sıraya bakın. Uydu sıraya bak. Burada da Avropa mədəniyyətini görmüş olduq. Qırmızıydı. Heç kim keçmirdi. O halı kimi mən keçəcəydim az qala. Abi biz yüngülvari vaxt çəkdik deyəsən, amma bir qayıtma fikrim var. Görək nə olur. Prosta indi 5 dollarlıq bir şey alacağıq. Ondan da ötürü bunu girmək olmur da ora. Yüngülvari qiymətləri də göstərim. Hava Red Bull 435. Bu 100 fıtı 50 qəpikdir. İndi 2 manat nə qədərsə də 220 zat belə bir şeydir bir Red Bull. Bu şeyə oxşatdım. Helə oxşatdım. Heldir bu. Helin loqosunu oxşatdım. Sonra kolalar belədir. Yazıda. Dəmir bankada var 179. 1 manat deyil. İdmanla falan məşğul olanlara nədir bu? Karnitin. Elə bilim kreatin. Ya bilmirəm nədir, siz bilərsiniz. Qiyməti budur. Dediyim kimi də 100 fıtı 50 qəpikdir. Oy da bu nədir? Bir dənəsi bunun 2700-dür. Bahadır ki. Roşen. Roşenin belə şirniyyatını görmüşdünüz. Baxın, Avropada sıra mədəniyyəti. Deməli, bütün sıralar şeydir, doludur. Burada hər kəs gözləyir. Uşaqlar meyvə qiymətlərinin zadında baxın. Aha cavalı var ha, bu nədir? Bu otlu bir şeydir. Nəyin otudur bilmirəm. Sinek diyor özdə. Belə sinek olur. Allah Allah. Allah Allah. Aa bu şeydir, passion fruit. Az bunun da adını bilmirəm amma. Heç yeməmişəm, bunu içədir. Qiyməti görürsənіз amma cəmaət bəhbəhlə yeyirəm. 2000 də nə qədər eləyəcək? 10 manat. Uy da 3 dənəsi 10 manat. Var, qəribə maraqlı çörəkləri var burada. Ləzzət elədi mənə. Amma yeməyim var deyə hələ çeşini almayacam. Hələ buradakı çörəyə baxın. Var. 3 manatdır. Yəni aşırı baha deyil, amma çox qəşəngdir məncə. Sərf eləyir. Burada dediyim kimi kəsmə aparatıdır. Var, deməli yanımda bir nəfərdən gəlmişəm. Onun internet problemi var. Onu həll eləməyə çalışacağıq. Onu həll eləyəndən sonra digər önəmli yerlərə gedəcəyik. Bu kafe ağlımda qaldı. Prosta içi doludur. Girmək olmurdu. Görüm nə edirik indi. Budapeştin o mərkəzində. Ayda indi adını yazaram, ekran yadımdan çıxdı adı. Ora gedəcəyik. Sonra bunların bir Buda hissəsi var, bir də Peşt hissəsi var. Biz indi bildiyim qədərilə Peşt hissəsindəyik. Buda hissəsini çəkəcəm. Ora mənə daha çox ləzzət eləyir. Parklar falan var. Oradan da qəşəng videolar çəkəcəm. Bir günlük belə Macaristan vloqunu tamamlamış olacaq. İndi görək. İndi metrodayam. Gedirəm. Bu parlament binası tərəfi, orada videolar var, onları çəkəcəm. Metroya da indi girdim. Bunu da deyən göstərim. Belə hissələr var burada. Mən şeyə getməliyəm. Bu Kossuth Lajos var, oraya getməliyəm. İndi də buradayıq, Blahadayıq. Görək başımıza nələr gəlir. Biraz küləkli dama düşdüm işe. Gedirək indi çölə çıxanda biraz yer yəndə çöldədir. Həmin hissə qəşəng göstərəcəm hamısını. Hazırsınız o məşhur binanı görməyə. Metrodan çıxdım. Nəsə danışırlar orada. Biri oxuyur, neyinir, dayı tutmadım söhbəti. Baxın, o tərəf elə bil buranın iki tərəfi var. Biri Budadır, biri Peştdir. İndi tutuzdura bilmirəm ki, bura Budadır yoxsa Peştdir. İndi birazdan baxıb deyərəm. Bir tərəfi
Mən əslində o tərəfi daha çox sevirəm. Yaşıllıqları, parkları falan daha çox qəşəngdir. Oralar xoşuma gəlir. Buranın da açıqlıq olmağı çox qəşəngdir. Çox adamın belə ləzzət eləyir. Birazdan burada indi qəşəng videolar falan çəkəcəm. Onu da Reels'da görə bilərsiniz. Instagramdan məni izləsəz. Bunun o bir tərəf falan da var. İndi keçəcəm orada. Az öncə bir dənə Reels videosu çəkdim. Əməlli, yəni gedib Instagramda onu baxmalısınız. Bomba bir şey alındı. Hal-hazırda da hardayam? Bu binanın qarşısındayam. Çox bomba bir dənə video alındı. Kamera, mikrofonu da onun şərəfinə çıxartmışam. Buralar da çox qəşəngdir. Neysə. Neyinirsiniz edin. Bir gün gəlin buralara baxın. Mən deyəsən indi buranı bu tap eşdin. İki tərəfi var. Biri budadır, bir də peşdir. Mən deyəsən buda tərəfindəyəm. Onu da dəqiq bilmirəm. Burada bu hissə, bu parlament binası olan hissə budada olmalıdır. Peşdə onun o bir tərəfindədir. Orada da bomba şeylər var. Onun da videosunu çalışacağam çəkim buralardır. Orada qəşəng parklar falan var. Yəni ləzzət eləyir adama. Bu aşağısı da var, sahili falan da. Həmən bunun şeyi var. Deyən keçsin göstərim. Bir dənə tramvay keçir oradan, ləzzətli tramvaydır. Biri o yana keçir, biri bu yana keçir. Çox qəşəngdir buralar. Yəni mən çox sevdiyim elə buralar, çox fərahdır, çox genişdir. Deyə bu. Bunun da şəklini falan Instagramda girib storylərimdən baxıb görə bilərsiniz. Hələ bir dənə indi bu göstərəcəyim bir dənə mənzərəyə baxın. Otomat yetişki falan sürür. Uşaqlar, indi də parlament binasının elə qabağında. Dedim ki, o ötürüm biraz da belə danışım. Mikrofon falan çıxartdım. Telefon zahidqası ölür. Güclə bəla ilə 100% zahidqanı bir dəfə, iki dəfə yığıb 1000 dənə Reels, 1000 dənə YouTube videosu çəkməyə çalışıram. Ona görə like atmağı, abunə olmağı unutmursunuz. Neysə, Instagramdan da takip eləməyi unutmayın. Oradan da nə bilim Reels'larımı gedin, likelayın, bir şeylər eləyin də, görək nə olur. Bundan sonra inşallah axşam gedirəm. Avtobus stansiyasında yatmağa. Dedim bir gündən ötürü hostaya pul verməyim. Ondan da sonra Viyanada Amerika vizasına girəcəm. Əsasən ondan ötürü gəlmişəm. Görək nə olur nəticəsi. İnşallah ki ala bilərəm. Burada milyard tane adam var. Amma belə aşırı çox deyil də. Yenə ona görə yaxşıdır deyə düşünürəm mən. Birazdan da namazın vaxtı girir. Onu qılım. Ondan sonra gedəcəm bir dənə coffee shop'a. Biraz orada vaxt keçirəcəm. Axotum olsa onun o birisi tərəfinə keçəcəm. Axotum olmasa bu zaten axıra 1-2 gün qalmış. Bir də Budapeştə gələcəm. Axotum olmasa deyəsən orada gələndə çəkərəm. Çünki buranın gecə işıqlı formasını görmək istəyirəm. Böyük ehtimal bura gecə işıqlı formasını görmək üçün gələ bilərəm. Onu falan çəkmiş ola bilərəm. Ya da ki o birisi tərəfinə keçib oradan bu yanı çəkə bilərəm. O da indi bilmirəm nə tərk etsinlər. Görək nə gəlir başımıza. Gənclər, bu video uzun olduğu üçün ilk partı idi, ikinci partı da bir neçə gün sonra yükləmiş olacağam. Əgər istəsəz mənim üçün problem yoxdur. Yorumlarda yaza bilərsiniz. Video uzun ola bilər, sadəcə çox uzun olmasın, izlənilə bilir olsun deyə qısa etmək qərarına gəldim. Yorumda mənim üçün bilgi verə bilərsiniz.